Dilşad bütün qoyun quzunu satır Diləhmədə, gedir Bakıya. Deyir, Bakıdan qaydanda mahşur müğənni Dilşad kimi qaydacaqlar. Bu ne valla? Takarsan üz boynundan, hatadan baladan koruyar seni. Kurt dişi. Onu o vakti yoldaşımın babası memesi meydinin üstünden götürüyor. Müharebe bitanandan sonra maşın vurdu, onu öldü. Ondan sonra bunu benim kaynatam takırdı. Onun da üstüne panel düştü. Man, sanat göstermek istiyorum. Məqsədindən dönmə. Tutduğumu da bırak. Şişi sen bir tuttuğu özün bırak. Sen bana tıpapından. Onun yiyesi var onun. Diri bastıracak ya bizi. Siz o küçüğü yasızsa. Onu pəncərədən atanda görüblər sən. Öyle söylemem ki bakın. Şəhərdə olsa! Kim turladı bana sonra? Tutaq ki mən. Bu Tərlan xanım sənin üçün nələr eləyəcək? Görən olmadı ki. Gören olsaydı biabır olacak. Dilşad bu kimdi? Böcek bu tarlandı da. Ben prodüsörüm. Belə tərlan olar da. Bunun bığı ki. Dilşad kədərlini ictimaiyyətə təqdim etməyin vaxtıdır. Tüm her şeyi həll edirsən, o Dilşad efirə çıxacaq, siz də görərsiniz. O Dilşad qoy efirə çıxsın, mən üstə olmam. Lələ bağlayırım, düz gedirəm bankumun qabağına. Bir də qələm, mənlidir. Mən bir qadınam verilişi efirdədir. Cırtdanım, teçeme cırtdanım. Mənimlə siz bütün show biznesi əl alacaqsınız. Deyirsən bunu. Burada kamera var. Vəziyyət pisdir. İt ölüyüm. Dadaş aradan çıkmam lazımdı. Nə oldu be? Kastele bizi çağırır Baldadaş. İşi görə nə istəyirdi? Biz uşağı xəstəxanadan qaçırtdık. Bu nədir də? Qurd Dişi 11 dekabrdan kinoteatrlarda. Baş sponsor Lake City yaşayış kompleksi. Sponsor Qardaşlar Mebel. Ama bu dəqiq xatadan baladan qoruyor.